Salam Restoran Agentliyi izləyiciləri, sizə Masazırda yeni Bakı yaşayış kompleksinə, Qurtuluş yaşayış kompleksinə yaxın bir məsafədə, bütün infrastruktura yaxın bir məsafədə sot yarım torpağın içində inşa edilmiş 2 mərtəbəli 4 otaqlı həyət evini təqdim edirəm. Torpağın evin çıxarışı var. Bütün kommunikasiya var. Qaz, işıq, su, kanalizasiya və evimizin həyətidir. Bura zirzəmisidir, gördüyünüz kimi qurudur. Cütdaşla tikilib, mərtəbələr arası beton monolitdir. Evin yanına keçid var. Bu hissədən də həyəti göstərim sizə. Birinci mərtəbə dəhliz, mətbəx, sanitar qoşağı istif oldu. Bura dəhlizidir. Bura evimizin qonaq otağı. Bura mətbəxidir. Burada sanitar qoşağı. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə 3 yataq otağı, eyvan və sanitar qoşağından ibarətdir. Binanın ətrafında yaşayış üçün bütün infrastrukturu var. Bura yataq otaqlarından biri. Qeyd etdiyim kimi mərtəbələr arası beton monolitdir. Bura ikinci yataq otağıdır. Bura üçüncü yataq otağı. Bura sanitar qoşağı. İndi çıxırıq eyvana. Tam formallaşmış, tam dolu yaşayışla əlaqəli. Bura eyvanıdır. Ətraflı məlumatı telefon vasitəsilə əldə edə bilərsiniz. Kanalımıza abunə olmağı unutmayın.